düzgün deyil. Bağlarda bu günlər ən vacib işlənməli mövzulardan biri, akademik qaydada olaraq işlənməli mövzulardan biri optimal sulama proqramının təşkilidir. Su nə deməkdir bağda? Verdiyiniz azotdan tutmuş istənilən qida maddəsinin bitki tərəfindən mənimsənilməsində daşıyıcı birbaşa sudur. Su yoxdursa verdiyiniz hər hansı bir gübrə bitki tərəfindən mənimsənilə bilməz. Bəzi gübrələr havadan nəm çəkib mənimsənilə bilər. Yəni bu da həddən artıq yüksək konsantrasiya sayılacağı üçün bitkiyə daxil olan kimi elə bil mədəyə tutarağı daxil olur. Yandıra-yandıra gedəcək. Bu da bir növ ağacda qətran vermə səbəblərindəndir. Bu baş vermir. Demək, yəni bu baş vermir demək deyil. Bu da çox rastlaşdığımız mövzudur. Və bugün bağlarımızda tez-tez rastlaşdığımız mövzulardandır və xüsusilə pamıq təsərrüfatlarında da ən çox rastlaşdığımız mövzulardandır. İkinci məsələ, verilən gübrə, verilən suya görə azalıb çoxalır. Məsələn, suda həll olan 500 qram müxtəlif gübrə qarışığı verdim bir ağacın. Yəni, ortalama 50% ilə qəbul eləsəm ana maddəni, təsir edici maddəni. 1 litr suda 500 qram gübrənin 1 litr suda 250.000 ppm konsantrasiyası sayılır. Yəni 2 litr su ilə versəm 500 qramı, bu eləyir 125.000 ppm. 10 litrlə versəm 25.000 ppm eləyir. 100 litrlə versəm 2500 ppm eləyir. Yəni bitkinin istəyindən 10 dəfə artıq eləyir. 1 ton suda 250 ppm eləyir və bu 250 ppm bitkinin ağız tamına uyğunlaşdırılmış olur. Yəni bitki 250 ppm almaq gücündədir. Bitkinin həmin gübrəni, yəni 500 qramı tam mənimsəməsi üçün təxminən 800-1200 litr arası su lazımdır. Biz gübrəni veririk. Gübrəyə görə sulama doğru hesablanmır. Növbəti bir məsələdə sulamanın bitkiyə görə deyil, əsas torpağa görə planlanmasıdır. Bu gizelladır. 2 gündən bir maksimadır. 1 gündən bir, yəni deyil, belə məsələ bir şey yoxdur. Və yaxud da əksinə bu maksimadır 2 gündən bir, bu gizelladır 1 gündən bir sulama aparılsın deyə belə bir şey də yoxdur. Torpağın struktur tərkibi var. Ona görə hesablama aparılmalıdır. Struktur tərkibinə görə suyun torpaqda yayılması və ona uyğun kök quruluşunda calaqaltı seçilməlidir. Hesablamağı bilmiriksə, analiz yoxdursa, fiziki şəkildə 1 litr su tökülməlidir torpağa və su hopandan 15 dəqiqə sonra qazılıb suyun yayılmasına görə sulama intervalı təmin olunmalıdır. Ya da 25 litr sulama suyuna görə təxminən torpaq analizində 25-30% qum varsa, ən gec interval seçilməlidir. Yəni 3 gündə 25 litr su. Əgər 35-45%dirsə qum, o halda orta interval seçilməlidir. Yəni 2 gündə 25 litr. Əgər 45-55%dirsə, 1 gündə 25 litr götürülməlidir. Və bu gün bağlar var ki, 75% qumlu ərazilərdə yerləşir. Yəni mən misal çəkirəm elə Özbəkistanda ötən il işlədiyimiz bağda 65-85% qumlu bir ərazidən söhbət gedir. Bunlar üçün də hesablama aparılmalıdır və ehtiyac varsa gündə 3 dəfə sulama təşkil olunmalıdır. Bunun qum, gil, lilə görə dəqiq hesablaması var ki, 25 litr suyun təkrar hansı intervalda verilməlidir və ortalama hansı hava rütubətində. Hesablama o şəkildə aparılmalıdır. 25-dən çox sulama ərazidə gübrənin yer dəyişməsinə və artıq suyun natrium karbonatların yaranmasına səbəb olur. Ona görə 25 litr gündə 3 dəfə və yaxud 2 gündən bir və yaxud 5 gündən bir verilir. Yəni, yoxsa elə bir dəfəyə 100 litr verməklə məsələni həll eləmək mümkün deyil. Çünki tutaq ki, gizelladan söhbət gedirsə, gizellanın kökü 25 santimetrdədir maksimum. Onu da sulamanı verdim, çünki səthə yığılan kök vuruluşuna malikdir gizella. 100 litr suyu verdim, o kökün yanında olan bütün gübrələr də yudu apardı 80 santimetr dərinə. Məsələ bitdi. Yəni, bunu təxmini izah edirəm ki, hər kəs özünə görə bir alimdir. Yəni, kimi dindirsən, hamı alimdir bugün. Kim istəsə bu şəkildə sulamasını təşkil edə bilər, kim istəsə analiz etdirib ona görə işini görə bilər. Suyu əhəmiyyətsiz mövzu bilməyin. Ağac bütün vegetasiyasında 1 kiloqram gübrə 3-4 ton su qəbul edir. Yəni, gübrə heç işin 1% belə deyil. Yəni, 1% belə deyil də, yəni, mində biridir. Qaldı ki, sorta görə sulamanın təyin edilməsi yüksək qumlu torpaqlarda su dərinə yayıldığı üçün damlama gizella üçün yaxın yerləşdirilməlidir, maksima üçün isə uzaq. Çünki gizella elə bir hibriddir ki, köklər gövdəni saxlayacaq gücdə deyil. Bu da qumlu torpaqlarda daha yaxşı məhsul versə də mütləq asqı sistemi təmin edilməlidir. Maksima isə
Gilin miqdarı 30-dan çox olmayan hər torpaqda uyğunluq göstərir. Gizellada köklər kiçik əraziyə yayıldığından artıq sulama yenə gövdədə qətran əmələ gəlməsinə səbəb olur. Çünki kök normal havalana bilmir və eyni zamanda artıq sulama da qida maddələrinin kökdən uzaqlaşmasına səbəb olur. Gizellanınki odur ki, az-az, tez-tez.